Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir olsun. Space Nefrində son xəbər studiyada Elvin Vasqallıdır. Bugün Xankəndindən növbəti köç karvanı yola salınıb. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə WhatsApp, ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb. Uzun müddətdəki sosial şəbəkələrdə bankların adından saxta səhifələr açmışam və mənimlə əlaqə saxlayan müştərilərə özümü bank əməkdaşı kimi təqdim etmişəm və onların saxta vədlər verərək kredit əldə edəcəklərini bildirərək onların kart məlumatlarını əldə edib onların şəxsi olmasını sıfırlamışam və indiyənədək 400 nəfər yaxın şəxsi aldatmışam. Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan, Naxçıvan, Türkiyə, Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədi ilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Ölkə başçısının tapşırığına əsasən Azərenerji Açıq Səhmdar Cəmiyyət tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə 2 dövrəli olmaqla 1000 megawatt yük ötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Məktəbli forması ilə bağlı valideynlərə müraciət edilib. Məktəbli formalarının əldə edilməsi ilə bağlı seçim valideynlər tərəfindən sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yol verilməzdir. Qeyd olunub ki, valideynləri məktəbli formaları ilə bağlı məlumatı övladlarının təhsil aldığı məktəblərdən həmçinin yerli təhsil idarə etmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli Dövlət Ümumi Təhsil Müəssisəsi təhsil alanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən bununla bağlı müvafiq qərar qəbul olunub. Sonda vurğulanır ki, vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişdirilmədən tətbiq edilir. Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı sahibkar saxlanılıb. Mamed Qaz MMC-nin rəhbəri Nəriman Allahverdiyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla tutulub. Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış rayonun Zurnabad kəndinin əsas avtomobil yolunu sıradan çıxarıb. Hadisə yerinə ağır texnikalar cəlb edilib. Daşkəsəndə sel kənd yollarını bağlayıb. İsmayılıda məişət zəminində zəhərlənmə hadisəsi baş verib. Hadisə rayonun Hacıətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində olub. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay rayon mərkəzi xəstəxanasına müraciət edib. Vəziyyətləri yaxşı olan zərər çəkənlər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Tibbi ərazi bölmələrini idarə etmə birliyi ötən gündən bəri sosial şəbəkədə gündəm yaradan uşaq xəstəxanasındakı fotolarla bağlı açıqlama verib. Təbibdən cavab olaraq bildirilib ki, sözgedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil.
Rusiyanın Perm vilayətində Azərbaycan diasporunun liderlərindən birinin saxlanıldığı iddia edilir. Sözgedən şəxsin meyvə-tərəvəz ticarəti ilə məşğul olan Ruslan Məmmədov adlı şəxs ola biləcəyi qeyd olunub. Ruslan Məmmədov 2018-ci ildə deportasiya edilsə də elə həmin il adını dəyişərək qadağaya baxmayaraq Rusiyaya qayıdıb. Onun Rusiyaya qayıtdıqdan bir neçə il sonra Permdə şəxsi obyekt açdığı da iddia olunub. İstanbulun Arnavutköy rayonu sahillərində PUA şarlanıb. Ukraynanın Xerson şəhərində təcili tibbi yardım avtomobili Rusiya dronunun hücumuna məruz qalıb. Nəticədə 2 qadın yaralanıb. Ukrayna ordusu Rusiyanın Perm vilayətinin neft emalı zavoduna PUA zərbələri endirib. İsrailin Ben Gurion hava limanı işçilərin tətili səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Hörmətli tamaşaçılar, məhz bu xəbərlə də bugünlük son xəbəri yekunlaşdırırıq. Həftə içi hər gün saat 22:20-də Space-də görüşmək ümidi ilə vədimizə sadiq olaq.